Dostlar, bu günləri sizinlə Play Market sililəndə və yaxud başqa bir proqram sililəndə necə onu yükləyirlər, onu sizə göstərəcəm. Birincidən parametrlərə girirsiniz. Ondan sonra burada proqramlar yazılı görürsünüz. Onun üstünə basıb burada proqramlar tapa bilərsiniz. Bu daha belə. İndi məsələn mən sizə göstərmək üçün YouTube'u silib sildim. Sonra indi YouTube burada yoxdur. Parametrlərə giririk. Sonra proqramlara basırıq. Buradan gedirsiniz aşağı. YouTube'un üstünə basıb. Burada aşağıda sol altda aktiv et yazılıb. O aktiv etin üstünə basırsınız və YouTube gəlir. Daha gördüyünüz kimi asan işdir.